Əhl-i Beyt Quranda belə bir mövzudur və söhbətimiz artıq yetişmişik Şura surəsi 23-cü ayə və müəyyən nəticələr də almışıq, şükür olsun Allaha. O nəticələri xülasə deyirəm, dünənki söhbətimizi qısa şəkildə deyirəm sizə. Peyğəmbər buyurur ki, mən siz üçün çəkdiyim zəhmətlər, səylər, etdiyim işlər, onun müqabilində özüm üçün sizdən heç nə istəmirəm. Nə qədər zəhmət çəkmişəm, hamısı öz yerində. Özüm üçün sizdən heç bir şey istəmirəm. Bu bir. İstəyim olsa da sizin üçündür bu iki. İstədiyim Peyğəmbər buyurur, əhl-i beytimə, ailəmə olan məhəbbətdir. 3. Və bu məhəbbət Rəbbə gedən yoldur. Və mən şəə ən yəttəxizə ilə Rabbihi sabilə. Bu məhəbbət Rəbbə gedən yoldur. 4. Bu yolu getmək üçün Əhl-i Beyt marifi ilə tanış olmalıyıq və bu sevgi bizə təhmil olmayıb. Yəni, bu şəxslər ruhumuza yad olan şəxslər deyil. Sanki ruhumuza tanış şəxslərdir. Canımız da onları istəyir və sevir. Bu, dünənki söhbətimiz və İnşallah mən nəsib olsun davam edeyim. Davam edeyim. Müəyyən ayədə bir nəticələr var. Onları da alaq. Bugün bu mövzunu bitirək də sabahdan yeni bir ayə. Əhl-i Beyt yenə Quranda. Yeni bir ayə. Ayə belə idi. Əuzubillahimineşşeytanirracim. Qul la əsəlukum aleyki əcrən illəl-məvəddətə fil-qurba. Mən sizdən Əhl-i Beytimə məhəbbət istəyirəm. Hələ ki, bu cürünə izah verək. Bu cürünə deyək daha doğrusu. Başqa ayədə buyurur ki, bu məhəbbət Rəbbə gedən yoldur. Rəbb kəlməsini işlədir Allah Teala. Mən şəə ən yəttəxizə ilə Rabbihi səbilən. Rəbbə gedən yoldur. Allahın adları çoxdur. Xaliq, Malik, Həkim. Amma Rəbb kəlməsindən istifadə olundu. Rəbb kimə deyilə? Rəbb tərbiyə eləyən. Rəbb bağban. Bağban neyniyər? Ağacı əkər, budaqlarını buduyar, dibinə su dökər, qurtdan, quşdan qoruyar. Axırda bir fidanı çevirər ağaca. Və insan da sanki bu ünvanda onun Rəbbi, bağbanı, Allahıdır. Və buyurur ki, istəyirsənsə sən də ruhən ucalasan, istedadların çiçəklənsin. Bir ağacın kamalı nədir? Hara çatmalıdırsa, nə qədər meyvə verməlidirsə, nə qədər böyüməlidirsə, o da insanın bir zirvəsi var, kamalı var. Rəbbin əlindən su içməsə, özünü Rəbbə təhvil verməsə, heç vaxt onun istedadları, o həqiqi ali istedadları nə olmayacaq? Aktuallaşmayacaq. Ya o istedadlar çiçəklənsə də, belə deyək də, 60 il, 70 il üçün olacaq. Əbədi həyatına bir fayda verməyəcək. Hər halda buyurur ki, bu məhəbbət Rəbbə gedən yoldur. Rəbb kəlməsini istifadə eləməklə istəyirsin ki, istəyirsən sən də Rəbbün səni kamala aparsın, kamala çatdırsın, yolu Əhl-i Beyt olan məhəbbətdən və məvəddətdən keçir. Bu bir nəticə. Ayədə işlənən kəlmə məvəddətdir. Məvəddətlə məhəbbətin fərqi budur ki, adətən bəzən ola bilər ki, məhəbbət gizli qalar. Məvəddət aşkara çıxan eşqə deyirlər. Gizli yox, gizli deyil o sevgi. Aşkara çıxıb el-aləm də bilir. Dizən Hacı Elşənin belə bir beyti vardı, aşıq həmişə rusvadır, belə bir söz. Yəni bu eşq nə oldu? Çıxır, hamı görsün sənin o eşqüvi. Elə sev ki, Əhl-i Beyti görünsün sənin məhəbbətin layiqincə yerində. Bu bir məsələdir ki, Allah Teala bizə Əhl-i Beytdən məvəddət istəyib. Eşqimizi göstərin. Necə göstərə bilərik? Adlarına məclis təşkil etməklə. Necə göstərə bilərik? Övladlarımıza olan adların qoymaqla. Övladlarımıza onların məarifi ilə tanış eləməklə. Və s. Çoxlu yolları var da. Yaxşı. Sonra bu ayəyə diqqət edin. Bizdən yalnız Əhl-i Beyt sevməyi istənilmir. Demir, məvəddətəl qurba istəyirəm, deyir. Əl-məvəddətə fil-qurba. Fi kəlməsi mövzunu tamamən deyişir. Bir var desəydi ki, məvəddətəl qurba, Əhl-i Beytimi sevin, təkcə bunu demir.
Bəs nə deyir? Deyir, əl-məvəddətə fil qurba. Əl-məvəddətə fil qurbanı atsan mənası budur. Yəni, cəmiyyət, ey insanlar, ey iman əhli, sevgivüzün mərkəzində əhl-i beyti qərar verin. Sevgivüzün mərkəzində əhl-i beyt deyansın. Eşqin məskunlaşdığı yer onlar olmalıdır. Yəni, məhəbbət bütövlü ilə onlarda cəm olmalıdır. Digər sevgilər də həmən məhəbbətdən nəşət tapmalıdır. Yəni, mənbə oradır. Bulaq bir yerdən qaynayır. Tutaq ki, bir kənd o bulaqdan faydalanır. O kənddə olan ağaclar da o bulaqdan neynir? Qidalanır. Amma bir nöqtəsi var. Bir mənbəyi var. Allah deyir, eşqin mərkəzi əhl-i beyt olmalıdır. Əl-məvəddətə fil qurba. Məhəbbət gəlib yığışmalıdır bir mərkəzə. O da kimdə əhl-i beytdir? Məhəbbətinizi gətirin qoyun o mərkəzə. Yaxşı. Biraz da fərqlidirsə, digər məhəbbətlər həmən məhəbbətin şüası altında olmalıdır. Məsələn, misal çəkək, uşağı sevdirmirlər ki, sevmə. Amma uşağı əhl-i beyt marifi ilə tanış elə. Əhl-i beyt yolunda böyüt. Əhl-i beyti sevib, sevdirərək böyüt. Artıq sanki bu məhəbbət o məhəbbətdən nəşət tapır. Bu cür nəb gəlsin, bütün həyatınızı bürüsün əhl-i beytin məhəbbəti. Təsəvvür edin ki, bu bəşəriyyət bu şəkildə olsa nə olar? Adam məşuq bir dənə olanda vəhdət də yaranar. Doğru. Bunun cəmiyyətə də faydası çoxdur. Həm ictimai faydası var, həm fərdi kamalı və xeyri var. Mənəvi kamalında sənin xeyri var. Bəli. Xülasə, Rəbbimiz mərkəzə bir dənə ailə qoyur. Bir dənə mərkəzdə ailə var. Və deyir, eşqinizi o nöqtəyə yönəldin. Xilasınız, səadətiniz, hidayətiniz oradadır. Və bu eşq faydaları çoxdur həyatımızda. Olduqca çoxdur həyatımızda. İndi onun faydaları nədir? Hələ həmən ayənin davamında deyirəm sizə. Allah Teala Şura surəsini gedin oxuyun. 23-cü ayəni. Mən hələ bir cümləsini demişdim də. İndi o ayəni mən sizə oxuyuram və izah edirəm. Görün Allah Teala nələr deyir, bizə faydası bizə nədir? Buyurur ki, sizdən nə istəyirəm? Mənim əhl-i beytimə məhəbbət. Davamında nə deyir? Deyir, və mən yəqtərif həsənətən. Kim bu məhəbbəti əldə eləsə? Öz adını nə qoydu? Həsənətən. Kim bu gözəlliyi əldə eləsə? Yəni, əhl-i beytə məhəbbət nədir? Gözəllik. Belə bir deyim var ha, gözəllik dünyanı xilas eləyəcək. Gözəlliyi budursa xilas eləyəcək. Allah əhl-i beytin məhəbbətin adını Quranda gözəllik qoyub. Həsənə. Rabbena atina fid dunya həsənə. Allah bu dünyanın gözəlliyini ver mənə, yəni əhl-i beytin məhəbbətin ver mənə. Mən sevim onları. Bəli. Deməli, Allah Teala bu ayda deyir, kim bu gözəlliyi əldə eləsə, yaxşı, neyniyərəm? Nəzid ləhu fiyhə husnən, artıraram. Məhəbbətlə, əhl-i beyt məhəbbəti qəlbə daxil olsun, artıracam. Neyi artıracam? İzah verirlər, buyururlar ki, elə ki, bu məhəbbət gəldi, qəlbə daxil oldu, ilahi tövfiklər artmağa başlayır. Allahın lütfü artmağa başlayır. Yardımlar artmağa başlayır. Sən həyatıma baxsan, həyatın dəyişilməyə başlayıb. Tam başqa bir həyatda yaşayırsan. Nələr olur? Görürsən, işləri Allah Teala asanlaşdırır. Yaxşı bir dost verir, yaxşı bir rəfiqə verir. Zehin açıqlığı nəsib edir. Fəhm eləməyi sənə lütf edir. İbadətin, eşqin sənə verir. Allah deyir, bu gözəlliyi bir dənə qəlbə gətir. Bir də bu qəlbə daxil olsun. Digər gözəllikləri çəkib gətirəcək. Cəzb edəcək özünə. Allah deyir, kim bu gözəlliyi əldə eləsə, nəzid ləhu. Həm bu dünyada, həm ahirətdə. Ahirətdə də payın çoxdur. Ahirətdə nə mükafatlar verəcəm öz yerində. Dünyada da tövfiqatın çoxalacaq. İlahi tövfiqlərin çoxalacaq. Bu ayənin bu hissəsi. Davam edirəm. Buyurur, İnnəllâhə xafurun şəkur. Bir dənə maraqlı nöqtə deyirəm sizə. Əllamə Təbətəbai Əl-Mizanda deyir ki, ayələrin sonundakı adlar gəlir ha, o adlar elə belə gəlmir.
O adlar ayənin kildidir. Onu anlasın, ayəni də başa düşərsən. Bu ayənin sonunda deyir, İnnəllaha qafurun şəkur. Allah həm qafurdur, həm şəkurdur. Qafur yəni bağışlayandır. Yəni bu məhəbbəti gətir qəlbivə. Gələndən sonra qəlbivə indi çalışırsan, səy göstərirsən, boynuna düşənləri, səndə nöqsanların da var, xətaların da var. Deyir, qafuram. Ört bastır eləyərəm. Həll eləyərəm inşallah. Eyni zamanda şəkuram. Təşəkkür eləyənəm. Sənin yaxşı əməlləri aşkara çıxardaram. Qoymaram sənin o gizli əməllərinə qalsın, dəfn olsun, getsin. Sənin daxili fəzilətlərini üzə çıxardaram, insanlar səni sevər. Sən sev əhl-i beyti, mən sevdirim səni. Görürsən, səni sevdirirəm. Yaxşı. Deməli, Allah Taala bu ayədə bizə başa salır ki, bu əhl-i beytin faydası sizin həyatınızda nələrdir? 3 dənə nöqtə dedim. Quran-ı Kərimdən. Biri budur ki, sən Allah tövfiqatını çoxaldır. 2, Allah xətalarını, nöqsanları silməyə başlayır. 3, Allah sənə borclu qalmaz. Özü demir şakirəm, deyir şəkuram. Şəkur çox təşəkkür edən Allah. Çox təşəkkür edəcəm sənə. Sən ki, bu məhəbbətin var bunlara, sənə olduqca artıq təşəkkür edəcəm. Bu qədər. Ayənin davamı daha maraqlıdır. Ayənin davamına baxın, 24-cü ayəni oxuyun evdə, xahiş edirəm, görün, Əhl-i Beytlə bağlı nə ayələr var. Peyğəmbər ki, gəldi, üzün tutdu orada insanlara, dedi ki, mən sizdən bu risalətin müqabilində nə istəyirəm? Əhl-i Beytə məhəbbət. Özdə Əhl-i Beytə məhəbbət yox, məvəddət. Yəni, elə bir məhəbbət ki, mərkəzdə olar dayanıb. Elə bir məhəbbət ki, da həqiqi aşkara da çıxıb, zühur da eləyib və onları da sevirsən həqiqətən. Yalancı sevgi deyil. Biri gəldi məsumlardan birinə dedi, sənə çox istəyirəm. Dedən sonra, dedi, o səni istəməyənlər var, onlara da istəyirəm. İmam nə cavab verdi? Dedi, sənin 2 dənə gözün var, biri görür, biri kördür. Get kör gözü var açıqla, yoxsa o birisi də kör olacaq. Müalicə də o birisi. Yaxşı. Görünən budur ki, məvəddət təvəlla ilə təbərradır. Ki, bu Firuddindəki bir qol var, bir vaxt onun cümə xütbələrini çıxış eləmişəm, qalsın. Xulasa, gəldim, çatdım bura. Peyğəmbər ki, mən kişisi üçün zəhmət çəkmişəm, bu qədər iş görmüşəm, mən sizdən bir şey istəmirəm. Nə istəyirəm? Risalətin müzdü nədir? Risalətin əvəzini vermək istəyirsinizsə nədir? Əhl-i Beytə məhəbbət. Nə baş verdi? Deyim, münafiqlər girdi meydana, qayıtlar, əm yəquluna iftara ələllahi kəzib. Dedilər ki, Peyğəmbərə, Allah belə söz deməz. Sən özündən çıxartmısan. Allaha böhtan atırsan. O vaxtdan qəbul eləmirlər. Dəhşətdir. Əhl-i Beyt hələ o vaxtdan mövzusu budur. O gün bir Əllamə Əmininin yazısına baxıram. Əllamə Təbətəbai deyir ki, Əllamə Əmini mənə özlüdür. Biri Mizanı yazıb, biri Əl-Qədri yazıb. İndi Tarikun Fikumu Səqələyin 2 dənə əmanət qoyuram. Biri Qurandır, biri Əhl-i Beytdir. Biri Quranı ehya eləyir Əl-Mizanla. Bu mənada. Quran zaten diridir ya. Yəni o ayələri çatdırır cəmiyyətə. Daha dəqiqdirsən. İnsan özü onu ilə ehya olur. Biri də Əhl-i Beyt mövzusunu deyib Əmirül-Mominin vilayətindən danışır. Yaxşı, bu öz yerində. Deyir ki, mənə deyir, Əllamə Əmini bunu dedi. Deyir, ha vaxt ki, Əli əleyhissalamla bağlı fəzilətləri tapdım, bir fəzilət gördüm, 100% bilirdim ki, bunu saxtasını kimisi üçün deyiblər. Hardan Əli ilə bağlı bir dənə fəzilət gördüm, bilirdim ki, bunun üçün, bundan əlavə kimisi üçün saxta düzəldiblər. Hətta bəzi vaxtlar onu götürmə qoyublar bura. O Əli deyir, başqalarıdır. Çox qəribədir, bu böyük bir məzlumiyyətdir. Hər halda işim yoxdur. Ayə baxın. Deyir, əm yəquluna iftara aləllahi kəzib. Mən inanmıram, biz sənə inanmırıq, Peyğəmbər. Özündən çıxardırsan bunu. Yox, bu qədər zəhmət çəkmişəm, Əhl-i Beyti sevin. Müzdə odur, mərkəzdə odur, xeyr ola. Yaxşı. Allaha böhtan atırsan, iftara. Peyğəmbərə deyirlər, ha. Axı, Peyğəmbər dedi, Allah deyir, qul la əsəlukum. O deyir, bunlar deyir, sən yalan deyirsən, iftira atırsan, o elə söz deməzsin.
Özündən çıxartmısan. Bu da nübüvvət olan. Və orada da bəzi möminlər vardı, imanı zəif idi, onlar düşdülər şəkk şübhəyə. Həmişə münafiqlərin atdığı şübhələrə zəif möminlər qurban gedir bəzi vaxtlar. Bu qaydadır. İmanımızı gələk qüvvətləndirək ki, hələ bir dənə, bəzi insanlar olur, bir dənə şəkkin, şübhənin qurbanıdırlar. Elə bir söz eşitmək istəyir. O qədər gözəlliyi görür, məsələn, bir dənə şək düşən kimi, bir dənə söz deyən kimi tez düşür şəkkə. Zəifdir iman ona görə. Davamında Allah Taala nə deyir? Deyir ki, fəin yəşəillah yəxtim alə qəlbik. Əgər Peyğəmbər sən belə eləsəydin, sən tutaq ki, Allaha böhtan atsaydın, mən neyniyərdim? Sən qəlbimi möhürləyərdim. İmkan verməzdim ki, sənə vəhiy nazil olsun. Məgər sən elə iş görərsən? Sən eləməzsən. Bunlar deyir də, sonra deyir davamında yəmhullah əl-batil, Allah batilə yer verməz. Və yuhiqqul haqqə haqq bi kəlimətih, haqqı da bərpa eləyər. İnnahu əlimun bizətis sudur. Allah qəlbdə keçənləri bilir. Allah bilir kim kimdir. Kim neynəmək istəsə, hilə eləsə, neynəsə, olan hamısını bilir. Ona görə Allah səni elə görsə, səni vəhiy nazil eləməz Peyğəmbər. Söhbətdə də eləyirlər, qəbullana bilmirlər. Birbaşa mənə demirlər, niyə göndərib, sənə deyirlər. Döndü büzünəyə. Biri gəldi Peyğəmbərə dedi, Qədirxum hadisəsindən sonra, ay Peyğəmbər, o doğrudan ayə nazil olub, Əli imamdır, yoxsa özündən deyirsən? Allahu Ekber, Allah. Peyğəmbər dedi ki, mən özümdən deməmişəm. Allah göndərdi. Qayıtdı ki, əgər doğrudan belədirsə, Allah bir dənə bəla göndərsin göydən başıma. Səələ sailun bi'azabin vaqi. Ayəsi də var. Deməkdənsə Allah mənə güc ver, qəbul edeyim, deyir, daş göndər başıma. Yəni, daş düşsün, başıma düşsün də. Daş da gəldi, düşdü başına. Yaxşı, imamət mövzusu budur ya. Yəni, imamət mövzusuna ciddi yanaşmaq lazımdır. Ona görə hacı, axırda bəlliğma unzilə iləyik ayəsi də nazil onda Peyğəmbər çəkinirdi də, amma Allah təhkidlə dedi ki, yox. Satdır. Peyğəmbərin xofu əqlani idi. Oqtay mənim, o əqlani, o izah eləyəcəm orada çatanda. İnşallah o mövzuya toxunmalıyam. Yəni, Peyğəmbərin can qorxusu yox idi ki, məni öldürərlər. Qorxusu bu idi ki, cəmiyyət nə olacaq görəsən? Vəziyyət necə gərginləşəcək? Allah deyir, vallahi yəsimukə minən nası, mən səni qoruyar. Düzdür. Sonra nə deyir Allah Taala? Deyir, və huvəlləzi, münafiqlər ki, şəkkatdılar, iman zəif olanları düşdülər axı tora. Bir qismi, Allah buyurur, və huvəlləzi yəqbəlu tövbə ən ibadi. Mən bunu əl-mizandan çıxarşırmışım. Bu ayələrin təfsirinə baxırdım. Və huvəlləzi yəqbəlu tövbətə ən ibadihi. Allah o Allahdır ki, tövbəni qəbul eləyər. Yəni, tövbə eləsiniz, ay möminlər qəbul olar. Və yəfu ənis seyyad, günahlarımızdan da keçər. Və ya'ləm ma təfəlun. Bir də neyin üstü bilirəm ha. Xülasə, bu ayəni hələ əvvəldən, hələ Peyğəmbərin vaxtından Peyğəmbərin üzbözü yanıblar ki, Peyğəmbər sənin, niyə biz sevməliyik sənin əhl-i beytin? Ta gedir də, gəlib çatıb bu günlər. İndi də davam edir. Düzdür. Bu da Qur'an-ı Kərimdə əhl-i beytlə bağlı bir ayə idi ki, dəlilləri ilə, sübutları ilə, mənbələri ilə söylənildi. Deməli, bir nəticə də aldıq ki, biz bu əhl-i beyti sevməliyik. İnşallah bir mövzu da açacağım bu gedişatda. O ayələr ki, nə xüsusiyyətləri var ki, biz onları sevməliyik. Quranın bəzi ayələri də o istiqamətdədir. Bax, bunun bu xüsusiyyəti var, bu xüsusiyyəti var, bu xüsusiyyəti var deyən o adamda o görəndə sevirsən də. O mərhələyə də keçəcək inşallah. Allahın lütfü ilə. Allah razı olsun. Çox gözəl mövzudur hacı. Minnətdaram sizə. İnşallah sabaha İnşallah yeni ayə gözləyək inşallah. Bəli, sabahı. Allah razı olsun.